Salam əziz dostlar, əziz tamaşaçılar. Bugün sizlərlə Cəvahir Qaraqızıdır, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Məsəti Şairlər Məclisinin İdarə Heyətinin sədri Cəvahir Qaraqızı. Mən sizə öz şeir boğçamdan bir yarpaqla gəlmişəm, Yaradana. Hər nə yazıramsa könüldən yazıb, könüldən deyirəm hər bir kəlməni, baharın gəlməyi, quşun uçuşu, məni sevənlərin, mən sevənlərin, acısı içimdə, şirini sizdə. Dünyanın qəhrini belə çəkirəm, sizi əzizlərim, sizi insanlar, daha acınızı çəkənimiz var. Kiminin yanğısı, kiminin suçu, zəhrini içinə əkib biçirəm, zəhrini qəlbimə əkib biçirəm. Təklərin yanında axtarın məni, çoxların nə çoxdur, dostu, sirdaşı. Dünyanın sonuna aparın məni, dünyanın əzəli qalsın sizlər üçün. Dünyanın əzəli qalsın sizlər üçün. Əziz dostlar, mənim əziz balalarım, qardaş bacılarım, ata, analarımız, nənələrimiz, babalarımız. Bugün eyni zamanda mən istəyərdim ki, sizə İslamdan da bir yarpaq gətirim və Peyğəmbərlər silsiləsindən mən sizə Həzrəti İlyas Peyğəmbər haqqında qısa məlumat verəcəm. Həzrəti İlyas İsrail oğullarının Peyğəmbər olaraq göndərilmişdi. Həzrəti Musadan sonra Tövratı xalq içinə yaymaq, İsrail oğullarına oxumaq, təbliğ eləmək Həzrəti İlyas Peyğəmbərə həvalə edilmişdi. Həzrəti İlyas Peyğəmbərin dövründə də çox böyük çətinliklərlə üzləşmişdi, bütün peyğəmbərlər kimi. Həzrəti İlyasın həyatı bir növ Həzrəti Məhəmməd əleyhissalamın həyatına bənzəyir. Həzrəti İlyas Peyğəmbərə də bütpərəstliklə vuruşmaq, savaşmaq nəsib olur. Məhəmməd Peyğəmbər əleyhissalam da bütpərəstlərlə vuruşur, savaşır. İlyas Peyğəmbərə də 40 yaşında peyğəmbərlik görəvi verilir. Məhəmməd Peyğəmbərə də 40 yaşında peyğəmbərlik verilir. Və Həzrəti İlyas soyu Həzrəti Haruna dayanır. Bildiyimiz kimi Həzrəti Harun Musa Peyğəmbərin qardaşı idi. O da peyğəmbər idi. İsmi Quran-ı Kərimdə keçən peyğəmbərlərlə bir yerdə keçir. 25 peyğəmbərin necə ki adı Quran-ı Kərimdə keçir, İlyas Peyğəmbərin də adı Quran-ı Kərimdə keçir. Həzrəti İlyas 7 yaşındaykən Tövratı əzbərlədiyi deyilir. Həzrəti İlyas Balbək kralı Ahab bütpərəst olması və o xalqın da Bal adında bir puta baş əyərək ibadət etmələri zamanı və onun kraliçası İzabel dönəmində yaşadığı bildirilir.
Həzrəti İlyas dağda ibadət edərkən 40 yaşında ona peyğəmbərlik vəhyi gəlir və ona şəhərə en, bütpərəstlərin zülmünlə mücadilə et deyə əmr verilir. Həzrəti İlyas onun həyatı haqqında öyrəndiyimiz mənbələrdən bilirik ki, Baalbək şəhəri əvvəl Bek şəhəri deyə adlandırılırdı. Ancaq sonradan o Bek şəhərində hündürlüyü 10 metr olan bir büt, qızıldan bir büt qoyulur ki, Allah adı və ona insanlar başlayır əyilməyə, ibadət etməyə. Həmin bu dönəmdə də 40 yaşında İlyas peyğəmbərimizə gələn bu gözəl peyğəmbərliklə xalqın dinini, imanını Allaha qarşı hidayət tapmasını istəyir Allah Taala. Onların zalım kraldan üz döndərib Allaha ibadət etmələrini, bal bütündən üz döndərib Allaha ibadət etmələrini istəyir. Həzrəti İlyas nə qədər mücadilələr etsə də, yenə də xalq bütpərəstlik və zülüm sona ermir. Həzrəti İlyas peyğəmbərlik vəzifəsini yerinə yetirərkən o xalqına Tövratı anladır, necə ki Musa peyğəmbər təbliğ eləyirdi və xalqın hidayətə erməsi üçün hər cürə mücadilələr aparır. Və Həzrəti İlyas Qurani Kərimdə 3 yerdə Həzrəti deməli adı anılır, Həzrəti İlyas peyğəmbərimizin. Bu 1-ci Ənam surəsi 85-ci ayədə deyilir. Zəkəriyyə, Yəhya, İsa və İlyasla birlikdə hamısı birlikdə hidayətə erişdirdik. Onları hidayətə çatdırdıq. Yeni qurtuluşa çatdırdıq. Səffat surəsində 122 ayətində deyir, İlyas peyğəmbər gerçəkdən Allah tərəfindən göndərilmiş peyğəmbərlərdəndir. Və Səffat surəsinin 130-cu ayəsində salam olsun İlyas peyğəmbərə deyə ayə yer alır. Həzrəti İlyas peyğəmbər dönəmində gəlir xalqa, krala müraciət edir ki, ey xalqım, ey kral, Allahı tanıyın, cansız bütə ibadət etməyin, yoxsa Allah Taala sizi quraqlıqla imtihana çəkəcək. Ancaq buna heç kəs inanmır, sadə geyiminə, geciminə baxaraq heç kəs buna inanmır. Yenə də bütlərə ibadət etməkdə qalırlar. Elə bu vaxt Allah Taala Həzrəti İlyas onlara bir də müraciət edir ki, inanın, haqq yolunu seçin və çox pis günlərə qalacaqsınız. Allah Taala sizi çox böyük imtahanlarla sınayacaq. Bütün bu çağırışlara baxmayaraq onlar baxmırlar. Və Allah Taala onları quraqlıq göndərir. 3 il onlar bu quraqlıqla mücadilə aparırlar. İlyas peyğəmbər
bir gün bu quraqlığın birinci ilində Suriyanın kəndlərindən birində bir dul qadın yaşayırdı və İlyas Peyğəmbər o kəndə gedir və o dul qadına deyir ki, mənə biraz çörək ver. Dul qadın çox belə pis olur, çünki acılıq illəridir. Evdə zeytun yağının dibində bir balaca yağın tortası və unun qabının dibində də çox az miqdarda un qalmışdı. Və İlyas Peyğəmbər ona müraciət edəndə bu dul qadın müraciəti heç cürə qaytara bilməz. Ona açılan əllərə müraciəti o istəyir ki, ona göndərsin, pişirsin və bu çörəkdən ona da versin. Necə ki, qadın hazırlaşırdı ki, çörək pişirsin, sonuncu dəfə oğlunla yesin və artıq acılıq, quraqlıq illəridir, ölməyə hazır olsun. İlyas Peyğəmbər deyir, sən o çörəyi pişir, Allah Teala sənin un çuvalını dolduracaq, yağ qabını yağla dolduracaq. Və o ilə inandırıcı, elə məlhəm bir səslə deyir ki, bu dul qadın Peyğəmbərin üzünə baxır və gedir çırpı yığdığı odunlarla ocaq qalıyır, təkinənin dibindəki unla xəmir yoğurur və ilk çörəyi özləri ac olmağına rəğmən İlyas Peyğəmbərə verir. Geri qayıdıb görür ki, təknə unla, yağla dolubdur. Və bu qadını çox sevindirir. Və qadın çox sevinir, onun təhnəsi o qədər yağla, unla dolur ki, o ehtiyacı olan insanların hamısına çörəklə təmin eləyir, kömək eləyir və o evinə gələn bu insanın haqq Peyğəmbər olduğunu iman gətirir bütün təslimiyyətinlə. Və İlyas Peyğəmbər bir müddət orada qalır. Qalandan sonra bu quraqlıq 3 il davam eləyəndən sonra artıq kral çox pis vəziyyətə düşür. Xalq ilə mal-qara ölür, təsərrüfat quruyur, susuz olan yerdə nə ola bilər? Yenə İlyas Peyğəmbər gəlir onlara deyir ki, gəlin iman gətirin Allaha. Siz, bax sizin bütünüzə, bal bütünüzə iman edirsiniz, ibadət edirsiniz. Yağış gətirmir axı sizə. Gəlin Allaha iman edin, Allah Teala yağış gətirsin. Deyəndə kraliyyətin 450 onların 450 dənə cəmaat arasında bal bütünə ibadət edən kralın dindarları var idi, hansı ki, xalqa rəhbərlik edirdilər. Cəmaat bütlərə ibadət eləyərkən qızıl qoyur, pul qoyur, hər nə qoyurdusa, sonradan o pulların hesabına onlar varlanırdılar. Onlar heç cürə qəbul eləmək istəmirdilər İlyas Peyğəmbəri, ancaq Allah Teala İlyas Peyğəmbərin dualarını qəbul eləyir. Son dəfə İlyas Peyğəmbər krala müraciət eləyir ki, əgər sənin 450 rahibin duası qəbul olunarsa, mən razıyam, bal bütünə ibadət edin. Onlar hər cürə ibadət eləyirlər, musiqilər çalırlar, ayinlər eləyirlər, ancaq yağış yağmır ki, yağmır. Axırda İlyas Peyğəmbər dualar eləyir, uca dağın başına qalxır, Musa Peyğəmbərə Quran-ı Kərim, Tevrat verilən yerdə Tur Sina dağına qalxır
və Allaha dualar eləyir, Allahdan yağış istəyir. Allah Taala onun dualarına müsbət cavab verir. İlyas Peyğəmbər gəlir, krala deyir ki, sən artıq hazırlaş, yağış yağacaq və səndə gözəllik olacaq artıq. Xalqımız acından ölməyəcək. Heç bir havada bulud olmamağına rəğmən kral ondakı bu inamlı sözlərə inanır və yağış yağmağa başlayır, gözəl yağış da yağır və yalançır 450 rahibi kral edam etdirir, öldürtdürür. Və bunun kralın iman gətirir İlyas Peyğəmbərin Allahına. O bir vaxt iman gətirəndən sonra, bütpərəstliyi tərk eləyəndən sonra kralın xanımı Yelizabet çox qəddar, zülmkar bir qadın idi və o İlyas Peyğəmbər bağışlamır ki, onun 450 rahibini öldürür. Ona görə o İlyas Peyğəmbərə ismarıc göndərir ki, mən səni harda olsa bir gecə içində tapıb öldürəcəm. İlyas Peyğəmbər çəkilir yenə dağların başına. O dağların başında yenə Allaha ibadət edir, deyir, ey Rəbbim, mən sənin o biri peyğəmbərlərin həyatı necə yaşadı, təbliğ elədi, sonra öldü, ruhunu sənə təslim elədisə, mən də elə ölmək istəyirəm. Ancaq Allah Taala onun duasını qəbul eləmədi. Dedi, hələ sənin o xalqın içində, bütpərəst xalqın içində onlarla adamlar var ki, Allaha iman gətirirlər, ancaq onlar qorxusundan dillərinə gətirmirlər. Onu git, yenə də sən şəhərə in, ibadətini elə, təbliğini elə. O şəhərə inir, təbliğini edəndə bunu ona iman gətirənlər gətirir, iman gətirməyənlər də yenə bütpərəst olurlar, yenə də o bal bütünə ibadət edirlər və buna hücum olanda Allah Taala atəşdən bir at göndərir harabasından. Deməli, İlyas Peyğəmbər bu atəşdən gələn at arabasına minir və Allah onu xalqın gözü qarşısında göylərə, öz dərgahına qaldırır və bu da ki, Allah Taalanın möcüzələrindən biridir. Hansı ki, o canlı ikən xalqın gözü qarşısında Allahın dərgahına ucalır. Ona görə deyirlər ki, peyğəmbərlərdən ikisi diridir. Biri Xızır Peyğəmbər yer üzündə peyğəmbərlik eləyir. Biri də İlyas Peyğəmbər göy üzündə diri peyğəmbərimizdir. Və İsa Peyğəmbəri də deyirlər, 3 peyğəmbər, Xızır, İlyas və İsa Peyğəmbər, o da zühur elədi, İsa Peyğəmbər də. Və mən onu da sizə çatdırmaq istəyirəm ki, bu İlyas Peyğəmbər o dul qadının evində qalanda, aclıq illərində bir il keçir, o evdə qalandan sonra onun 10 yaşlı oğlu xəstələnir. Xəstələnir, hamının gözü qarşısında, o istiliyi olur, hərarətin içində ana nə qədər mücadilə eləyir, Allaha dualar eləyir. Uşaq nəfəsini verəndə ana baxır İlyas Peyğəmbərə, ondan imdad istəyir. İlyas Peyğəmbər bu nəfəsi kəsilən bir uşağı qaldırır 2-ci mərtəbəyə, öz qaldığı otağa. Qaldıranda onu uzadır öz yatağına və dizlərini yerə qoyur. Oğlanın üzərinə əyilir və Allahdan imdad istəyir ki, ey Rəbbim, heç kəs iman gətirməyəndə bu dul qadın mənə iman gətirdi bütün təslimiyyətinlə və səndən istəyirəm ki, bu evladı sağaldaq, bu dul qadının evladı sağ salim anasına qayıtsın, onun gedən ruhunu özünə qaytar. Allah Taala oğlanın ruhunu özünə qaytardı. Bu oğlanın adını dəyişdirdilər, Əlyasa qoydular. Hər kəsin gözü qarşısında nəfəsi kəsilmiş, ruhunu təslim etmiş bir oğlan uşağı Allahın
əmrinlə əlbəttə ki, o yenidən canlandı və xalqın inamı daha da artdı İlyas peyğəmbərə. Və bu İlyas peyğəmbər can verdiyi Əlyasa, onu Allah Taala dedi ki, bu sənin görəvindədir, sən onu peyğəmbər kimi yetişdirməlisən və o Tövratın təbliğ eləməlidir xalqına, inam gətirənlərə və Allah Taala bu görəvi İlyas peyğəmbərə verəndən sonra İlyas peyğəmbər onu yetişdirdi. Oğlan o qədər imanlı, dürüst, yaxşı, ağıllı bir oğlan idi ki, Allah ona peyğəmbərlik nəsib elədi və bu peyğəmbərliklə İlyas peyğəmbər o atəş atına minəndə Əlyasa çox mütəəssir olur. O elə bil ki, həm dində öz müəllimini, peyğəmbər atasını, ona ata kimi ruhən bağlanmışdı. Həm bir atasını itirir, həm də peyğəmbərliyini. Ancaq Allah Taala deyir ki, ey İlyas, artıq Əlyasa hazırdır peyğəmbərlik görəvini yerinə yetirməyə. Rəbbim hər kəsi qorusun, hər kəsin ətrafında dini, imanı gözəl insanlar olsun. Elə bir insanlar olsun ki, onlar heç vaxt şeytanın ipindən tutan insanlara yaxın getməsinlər. Allahın ipindən tutan insanlarla birgə olsunlar və Allahın bizə qoyduğu o şəriəti, Quran-ı Kərim kitabımızı bizim borcumuzdur təbliğ eləmək və bütün o şəriətin qaydalarına əməl eləmək. Bəli, mənim əzizlərim, əziz balalar, əziz dostlar, boyumuz boylansın, soyumuz soylansın, qazanlarımız, ocaqlarımız yanar olsun, qazanlarımız qaynar olsun, sularımız axar olsun, yiğidlərimiz, ərənlərimiz var olsun, evlərimizə halal ruzu gəlsin. Rəbbim oğullarımıza, qızlarımıza, ata-analarımıza o qədər ruzu versin ki, onlar evlatlarının, ailəsinin qarşısına alnı açıq, üzü ağ gəlsinlər. Və gəlinlərimizi, oğullarımızı da Allah o qədər halal eləsin ki, onlar Fatimə-i Zəhra, Həzrət Əli kimi bir-birini sevsinlər və ailədə yalandan, saxtakarlıqdan uzaq olsunlar. Evlatları dürüstcə, saflıqla böyüsünlər. Amin deyirəm. Sağ olun, sağlıqla qalın. Evlərinizə bol, halal ruzu, can sağlığı və səmimiyyət arzu edirəm. Var olun.